Salam, hörmətli izləyicilər, hər vaxtınız xeyir. Bilirsiniz ki, müəllimlərin işə qəbul imtahanına qeydiyyat başlayıb və bu gün sizlərə qeydiyyatdan keçmə qaydasını izah edəcəm. İlk öncə brauzerə daxil oluruq, daha sonra mig.edu.az saytına daxil olmaq lazımdır. Sayta daxil olandan sonra bizi iki bölmə qarşılayır. Şəxsi səhifənizə daxil olun və qeydiyyatdan keçin. Əgər indiyə kimi müəllimlərin işə qəbul imtahanında iştirak etmisinizsə, şəxsi səhifənizə daxil olursunuz. Çünki sizin şəxsi səhifəniz artıq var. Əgər indiyə kimi iştirak etməmisinizsə, qeydiyyatdan keçin bölməsi ilə şəxsi səhifə yaradırsınız. Qeydiyyatdan keçin sıxandan sonra digital loqinlə sima imzanı seçirsiniz və yaxud başqa giriş üsullarından istifadə edə bilərsiniz. Məsələn, identifikasiya nömrəsi ilə, yəni FIN kodla. Daha sonra qarşınıza telefon nömrəsini daxil edə biləcəyiniz bölmə çıxır. Bura telefon nömrənizi qeyd edirsiniz, işlək telefon nömrəsi olmalıdır və həmən telefon nömrəsinə qısa kod göndərilir. Kodu yazmaqla telefon nömrənizi təsdiq edirsiniz və şəxsi səhifəniz açılır. Ondan sonra siz şəxsi səhifənizdə müsabiqə məlumatlarını daxil etməklə və bir neçə mərhələni keçməklə öz qeydiyyatınızı tamamlayırsınız. Başlayaq. Müsabiqədə iştirak etmək istədiyiniz bölmə. Bura Azərbaycan və ya Rus bölməsi seçə bilərsiniz. Hansı bölmə üzrə çalışacaqsınızsa onu seçirsiniz. Bizdə Azərbaycan bölməsidir. Daha sonra fənn, yəni tədris edəcəyimiz fənni seçirik. Məndə coğrafiya fənnidir, sizdə ola bilər başqa bir fənn olsun, onu seçirsiniz. Azərbaycan dili ola bilər, riyaziyyat ola bilər və s. Növbəti. Burada bizim şəxsi məlumatlarımız görünür. Şəxsi məlumatlarımızın doğruluğunu yoxlayırıq. Daha sonra keçirik aşağıda bəzi məlumatları daxil edirik. Faktiki yaşadığınız rayon, şəhər. Yaşayış yerini yaxşı olar ki, düzgün qeyd edəsiniz. Çünki imtahan başlayanda siz imtahanınızı yaşayış yerinə uyğun olaraq yaxın bir məntəqədə verəcəksiniz. Məsələn, Bakıda yaşayıb Gəncə qeyd etsəniz, sizi sistem avtomatik olaraq Gəncəyə yaxın bir məntəqəyə imtahan binasına salacaq. Yaşayış yerimizi seçək. Daha sonra faktiki yaşadığı ünvan. Burada yaşadığınız ünvanı daha aydın şəkildə, məsələn, ola bilər rayon, kənd, qəsəbələrdə yaşayasınız. Bunların hamısını doğru şəkildə qeyd etmək lazımdır. Yazaq. E-mail ünvanı. Gmail ünvanı bütün müəllimlərin hamısında var. Bura doğru e-mail ünvanınızı yazırsınız. Amma çalışın səhv etməyəsiniz. E-mail ünvanınızı yazırıq. Aşağıda mobil nömrəmiz görünür. Bu, şəxsi səhifəni açanda qeyd etdiyimiz mobil nömrədir. Düzəliş etmək olmur. Növbəti. Daha sonra təhsil haqqında məlumatlarımızı qeyd edirik. Əgər biz xaricdə təhsil almışıqsa, yuxarıdakı xananı seçirik. Azərbaycanda təhsil almışıqsa, aşağıdakı bölməni doldururuq. Təhsil pilləsi, ali təhsil, bakalavr təhsili. İxtisas, məndə coğrafiya müəllimliyidir. Burada diqqətli olmaq lazımdır. Məsələn, diplomunuzda coğrafiya müəllimi və yaxud coğrafiya müəllimliyi yazıla bilər. Orada necə yazılıbsa, o formada da qeyd etməyiniz daha məqsədə uyğundur. Təhsil aldığınız müəssisə, universitet, hansı universitetdə təhsil almışıqsa onu qeyd edirik. Gəncə Dövlət Universiteti. Daxil olma ili, daha sonra bitirmə ilini seçirik. Diplomun səviyyəsi. Bilirsiniz ki, hal-hazırda, yəni cari ildə universiteti bitirəcək tələbələr də müəllimlərin işə qəbul imtahanında iştirak edə bilər. Sizin diplomunuz olmadığına görə, əgər siz hal-hazırda bakalavr və ya magistr təhsil alırsınızsa, burada heç bir ya adi ya fərqlənmə seçimini etmirsiniz. Seçin saxlayırsınız
və təhsil haqqında sənədin nömrəsi bölməsinə arayış sözü yazırsınız. Ancaq digər şəxslər, yəni universiteti bitirmiş şəxslər diplomun səviyyəsini seçir, ya adi, ya fərqlənmə. Daha sonra təhsil haqqında sənədin nömrəsini qeyd edirik. Əgər bura təhsil haqqında sənədin seriya və nömrəsi qeyd olunmuş olsa, biz diplomdakı nömrənin qarşısındakı hərfi də qeyd etməliyik. Ancaq tək nömrə istənildiyi üçün biz yalnız diplomun nömrəsini bura yazmalıyıq. Növbəti digər məlumatlar. Hal-hazırda çalışan müəllimlər əgər həvəsləndirmə tətbiq olunan hər hansısa bir təhsil müəssisəsində çalışırsa, bu hissəni doldururlar. Mən də həvəsləndirmə tətbiq olunan məktəbdə çalışdığım üçün bu hissəni dolduracağam. Stajımızı qeyd edirik, yəni həvəsləndirmə tətbiq olunan məktəbdə stajımız nə qədərdirsə onu yazırıq. 3 ildən 5 ilədək işlədiyiniz müəssisənin tabe olduğu yerli təhsil sektoru, hansı rayonda işləyirsinizsə onu yazaq. Məndə Saatlı rayonudur. İşlədiyiniz məktəbi seçirik. Birinci dərəcə gözdən əlilliyi olan şəxssiniz. Əgər əlilliyiniz varsa, bura bəli seçimini seçib, bunu təsdiq edəcək sənədi yükləyirsiniz. Əgər əlillik yoxdursa, xeyir seçirik və sənəd bölməsinə də heç nə yükləmirik. Pedaqoji staj. Bu, məsələn, indiyə kimi çalışan müəllimlər üçündür. İndiyə kimi nə qədər stajınız varsa, onu yazırsınız. 5 ilədək staj. Elmi dərəcə. Əgər yoxdursa, yoxdur seçimini, varsa ya fəlsəfə ya da elmlər doktoru seçimini yaza bilərsiniz. Təltif varsa yazırıq, yoxdursa boş qalır. Dərslik müəllifliyi. Müəllif deyiliksə, müəllif deyiləm. Əgər müəllifiksə, müəllifəm bölməsini seçirik. Tədris vəsaiti müəllifliyi. Yenə də müəllifiksə, müəllifəm seçirik, yoxsa digər seçimi etmək lazımdır. Müəllif deyiləm. Aşağıda isə şəhid ailə üzvləri haqqında məlumat var. Burada əgər şəhid ailə üzvüsünüzsə, xananı işarələyirsiniz və müvafiq sənədi bu bölmədən, yəni sizin şəhid ailə üzvü olduğunuzu təsdiq edən sənədi bu bölmədən ya PDF formasında, ya şəkil formasında, yəni JPG, PNG formasında yükləyə bilərsiniz. Yoxsa bu hissədə heç bir düzəliş aparmırıq. Növbəti seçimini vururuq və daxil etdiyimiz məlumatların doğruluğunu yoxlayırıq. Müsabiqənin növü test imtahanı mərhələsində iştirak, fən, bölmə, burada şəxsi məlumatlardır, qeydiyyatda olduğunuz ünvan, yaşadığınız ünvan və s. telefon nömrəsi, təhsil haqqında məlumatlar. Xaricdə təhsil almışıqmı, təhsil pilləsi, ixtisas və s. hamısı qeyd olunur burada. Ən sonda isə iş məlumatlarımız burada var və müəlliflik. Bunların hamısını yoxlayandan sonra biz ərizəmizi təsdiqləyə bilərik. Təsdiqləyək artıq, bütün məlumatlarımız doğrudur. Artıq ərizə təsdiq olundu. Yoxlanıldıqdan sonra bu hissədə bizə məlumat bildiriləcək. Təsdiq haqqında nəsə bir sualınız olarsa, bizimlə əlaqə saxlaya bilərsiniz. Sağ olun, diqqətiniz üçün hər birinizə təşəkkür edirəm.